Военным мы вообще ничего не платим. Вам просто так скажу. Мы у них сегодня 6 танков заняли. Bu bizim indi olduğumuz səngər bir zamanlar bizim değildi. Artıq bizim nəzarətimiz altındadır və burada ermənilər otururdular, ermənilər nəzarət edirlər hər şeyində. Azərbaycan silahlı qüvvələrinin deməli apardığı əməliyyat nəticəsində hələ bu saatda görürsüz fəal döyüş hərəkətləri gedir və onlar bu deməli itirdikləri əraziləri, itirdikləri mövqeləri bərpa eləmək istəyirlər və ona görə də müəyyən məsələlər var ki, onlar barədə onlar yəqin ki həyəcanlıdırlar və bu həyəcan bizə də sirayət edir, amma qarşı tərəf yox, qalib tərəf kimi. Bu bütün hallarda bizim böyük uğurumuzdur və bu uğur münasibətilə mən cəbhə jurnalistikası ilə məşğul olan bütün həmkarlarımızı Vahid Mustafa'nın öz adımdan təbrik edirəm. Ona görə ki bu günləri biz çox gözləmişik. 124 ildir bu günləri gözləyirdik ki biz əraziləri ələ keçirək, döyüş mövqelərimizi bərkidək və işğal altında olan ərazilərimizi azad edək. Və nəhayət o gün başlayıb. O gün başlayıb və yəqin ki davamı da olacaq. Bu ərazilərin düşmən nəzarəti altından Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçməsi Azərbaycanın yaşayış məntəqələrini, xüsusilə dinc sakinlərinin kompakt yaşadığı əraziləri təhlükədən qoruyacaq və bununla da mənlə başa düşürəm ki, Azərbaycanın sərhəd yanı, cəbhə yanı zonada yaşayan vətəndaşları rahat nəfəs ala biləcəklər. Valla 90'lı ölmüşsün, 70'liği gelmişsin, 70'liği varsa güzel. Tamaşaçılarımıza kifayət qədər məlumat vermək iqtidarında olan bir adamdır. Cənab General, xahiş edirəm bu barədə məlumat verin. Biz indi bircə mən onu sadəcə olaraq demək istəyirəm, jurnalist olaraq mənim də azarım var da. Biz Lələtəpənin ətəyindəyik. Yəni bizim indi bütün bu məlumatları bundan sonra verməyə tam haqqımız çatır ki, Aynes həmişə olduğu kimi cəbhədə ön xəttədir və əməkdaşlarımız hərbçilərlə birlikdədir. Buyurun zəhmət olmasa, Cənab General. Müəllim, buyurun, mən sizi məlumatlandırıram. Bizim qabağımızda olan ərazi xalq arasında Lələtəpə dağı adlandırılır. Heç bir əskər, heç bir zabit, heç bir çavuş şübhələnmir ki, öz tapşırığını daima yerinə yetirəcək. Cənab General, bu Lələtəpə bizdən ötürü dediniz əhəmiyyətlidir, çox əhəmiyyətli strateji baxımdan. Bu hansı mülki yaşayış məntəqələri, daha doğrusu yaşayış məntəqələrinin təhlükə ehtimalı artıq bu təpənin bizim əlimizə keçməsi aradan qaldırıldı? Çocuq Mərcənli kəndindən Beyləqan rayonuna qədər bütün kəndlər indi özünü təhlükəsiz hesab edə bilər yaşaması. Çocuq Mərcənlidən Beyləqana qədər. Təşəkkür edirəm Cənab General. Çox sağ olun. Mən üzr istəyirəm, qısa olaraq doğrudan bura təhlükəlidir. Gəlin görsədək bir də tamaşaçılarımız görsün hansı ərazini biz boşaltmışıq və biz buradan gərək yerimizi dəyişək. Aydındır. Засек он? Aynen kapma.
Göster. Hadi. Aferin. Artileri ateşinden ehtiyatlı olun. Sesi gözleyin yolda zabitler. Biraz ses kal burada. Mart burada zam. Ver bunu. Evet götürün. Götür. Artileri ateşinden ehtiyatlı olun. Koyun yere hamsi yere koyun. Koyun yere.